Peyğəmbər bir yuxu görür. Yenə də ən məşhur hədislərdəndir. Peyğəmbər yuxusunda görür ki, meymunlar onun minbərinin üzərinə sıçrayırlar və meymunlar onun minbərini təhqir edirlər. Yəni üzərində oynayırlar, üzərindən hoppanırlar, üzərindən sıçrayırlar və s. Və soruşulanda ki, bu yuxu yozumu nədir? Peyğəmbər buyurdu ki, nədir? Bu meymunlar, bu mənim minbərimə daraşanlar məsələ Üməyyədir. Lənətlənmiş nəsildir ki, məndən sonra mənim minbərimə çıxacaq və oradan fitnə fəsadı yayacaqlar İslamın adından. Necə ki, Yezid, Allah ona rəhm eləməsin, o etdi, necə ki, Muaviyyə etdi və s. Baxın, Peyğəmbər öz qısa müddətli ömründə, 23 illik peyğəmbərlik müddətində